Siz hələ də sarımsağın iyilindən danışırsınız və qəbulunu ümumiyyətlə unutmuşsunuz. Sarımsağın insan orqanizmində kim faydaları var? Yaxın oturun. Ən güclü antibiotikdir. İnsana bir növ müdafiə sistemi qurur. Havalar soyuyur və sizi qripdən, soyuq dəymədən, iltihabı yaranmasından, sizi zəiflətməkdən, burun axmasından kimi bir çox xəstəliklərin qarşısını alan mükəmməl bu sarımsaq. Sarımsaq mədə bağırsaqdakı qurtları anında tökür. Ümumi sistemini gücləndirir. Soğuq dəymənin qarşısını alır. Şəkər xəstələri üçün çox əlverişli və faydalı bir məhsuldur sarımsaq. Kolesterolin miqdarını azaldır və qəbizlik yaranmasında qarşısını alır. Həzmə çox güclü faydası var və beləliklə sklerozun qarşısını da alır. Gec qocalmanı təmin edir. Gənclikdə bol sarımsaq yeməyi tövsiyə olunur. Dərinizi gözəl saxlayır. Çox qədimi bir resepti sizə deyirəm, nənə-babalarımızın reseptini deyirəm. Sarımsaq, qoyun südü, kərə yağı və təmiz bal qarışdırıb qəbul edildikdə xronikoz şirə yaradan qaldırır. Cinsi zəifliyi yaradan qaldırır. Dəriyə faydası var. Xərçəngin hüceyrələrin oyanmasının qarşısını alır. Saç tökülməsinin qarşısını alır. Dəri xəstəliklərinin qarşısını alır. Varikoz və revmatizmanın yaranmasının qarşısını alır. Sarımsaq haqqında çox danışmaq olar. Əsas odur ki, iyə fikir verməyin. Mövsümüdür, havalar soyuyub. Xəmir xörəkləri, borş, piti, xaş fərqi yoxdur. Ümumiyyətlə, sarımsağı qatığa da qarışdırıb yemək çox məsləhətdir. Məndən demək, əməl etmək sizdən. Unutmayın ki, sağlamlıq öz əlinizdədir. Sağlam olun dostlar.